Cemaat buraya gəlir istirahətə. Mən burada gəlim istirahət eləm ya kimsə də ailəsilə orada da çay için bəlkə mənim yanımda bir uşaq var, imkanım yoxdur, ala bilmirəm. Yəni ola bilməz, o düzgün deyil. Körpə uşaq gedir, qoca adamlar gedir. Nə bilim, pulu olmayanlar keçir, nəfsi çəkir. Əlbəttə ki, olmaz qızım. O yığışdırsın oraya, gələn gedib orada çörəyini yeyər. Xətai rayonu Ukrayna dairəsi yaxınlığındakı parkdayıq. Qaynar xəttimizə daxil olan şikayətə görə burada yerləşən Jorginho restoranı parkın bir hissəsini teras kimi zəbt eləyib. Sakinlər bildirirlər ki, əvvəllər sərbəst olaraq istifadə etdikləri bu məkan artıq restoranın masaları ilə zəbt olunub. Bu isə həm gediş-gəlişi məhdudlaşdırır, həm də parkın ümumi funksiyasına uyğun deyil. Sakinlər problemin tez bir zamanda həll olunmasını istəyirlər. Bizə anlaşılmamazlıq olub, ona görə əsasən yığışdırılacaq hamısı, indi götürüləcəyimiz. Yəni 2 aydır gəlmişik, biz də bilmirdik narahatçılıq olduğuna görə yığışdırılacaq inşallah. Vətəndaşlar heç sizə yaxınlaşıb şikayətlərini bildiriblər? Xeyr, bizə yaxınlaşıb şikayət bildirən olmayıb yəni. Olsaydı əlbəttə biz nəzərə alıb yığışdırardıq.